Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hal-hazırda Füzuli rayonunun Aşağı Əbdürrahmanlı kəndi ərazisindəyik biz. 1994-cü ildə şiddətli döyüşlər gedən bir ərazidə, Aşağı Əbdürrahmanlı kəndinin ərazisidir bu. Könüllülər batalyonu neçə oğulların şəhid olduğu bu ərazi, bu yer. Bax, indi biz bura ziyarətə gəldik. 1994-cü il yanvarın 11-12-sinə keçən gecə bu istiqamətdə qanlı döyüşlər gedib. Bu cümlədən bizim də burada işçilərimiz oldu. Yəni 8 nəfər itkin düşən şəhidimiz oldu. O cümlədən biri də bizim kətdən Səfərov Sənan şəhid oldu, itkin şəhid oldu. Ağsuyun Çaparlı kəndindən Ayatov Fikrət, o da həmçinin burada itkin şəhid oldu. Və neçə igidlərimiz, oğullarımız burada torpaq uğrunda, vətən uğrunda şəhadətə ucaldı. Yol nasaz olduğundan biz ora yaxınlaşa bilmədik Əbdürrahmanlı kəndinə. Bunlar da həmən ərazidir. Burada da döyüşlərin şiddətli getdiyi bir ərazidir. Az da olsa ziyarət etdik həmən əraziləri, baxdıq və şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq buranı ziyarət etdik. Fikrət qardaşımızın da şəklini gətirdik ki, bu ərazidə, onun da bu torpaqlara, bu ərazilərdə onun da əyağı dəyib, döyüşüb, itkin şəhid kimi, yəni ki, o yaşayır. Ürəklərdə yad edirik, çəkilişlər aparırıq ki, yaşadaq şəhidlərimiz, nə qədər ki, biz varıq, Azərbaycan xalqı var, bu igid evladlarımız, qardaşlarımız heç vaxt unudulmayacaq. Özümüzə də borc bildik ki, gələk bu ərazilərdə onların ruhu şad olsun deyə ziyarət edək. Neçə oğulların əyaqları dəydiyi, bax bu yerlər, torpaq uğrunda, vətən uğrunda şəhadətə ucalan el oğullarımız, ruhları şad olsun, onların ruhları qarşısında baş əyirik. Bu torpağın, bu diyarın oğluyam, son nəfəslə bu yurda mən bağlıyam, istəyirəm bir də dolam ağlıyam, ürəyimin sən telisən Qarabağ. Şuşa sənin sağ əlində əzəldən, qan götürüb, hər oban da bu eldən, ağ saçına çələng hörüm çiçəkdən, ürəyimin sən telisən Qarabağ. Qarabağın hər daşı, hər torpağı bizim üçün əzizdir, vətəndir və bu torpaq uğrunda ölənlərin ruhu şad olsun. Qazilərimizə Allahdan şəfa diləyirəm. Bax, bu səngərlər, bu yerlər, hamısı igidlərin, qəhrəmanların əyaqları dəyən bu yerlər. Dəmir onları yaxşı çək, bax, o əraziləri. Şükürlər olsun ki, müzəffər ordumuzun cəsarətli addımı, cəsarətli qəhrəmanlığı nəticəsində və ordumuzun birliyi nəticəsində dəmir yumruq altında birləşərək torpaqlarımız mənfur düşmənlərdən azad edildi. Baxın, bu yerlər azaddır. Azad. Nəfəs alır otlar, yovşanlar, xarı bülbüllər bu yerlərdə. Bəli, həmişə də azad olsun, firavan olsun bu yerlər ki, bu yer doğma Azərbaycan torpağıdır, doğma Qarabağımızdır. Yaşasın çəkilənən Azərbaycanımız, yaşasın dövlətimiz, yaşasın ordumuz. Bir də
Böyük məmnuniyyətlə, böyük ehtiramla yad etdiyimiz bu şəhidlərin ruhu qarşısında bir daha baş əyirəm.